Gündə nə qədər su içirsiniz? Ümumiyyətlə bilirsiniz də yaşa görə təyin edirlər ki, məsələn 30 yaşı var, 35 yaşı var, 40-45 nə neçə litr su içməlidir. Həmişə biz də maraqlanırıq da, məsələn yaşımıza uyğun çalışırıq su içək. Adam var deyir ki, mən yarım stəkan da su içə bilmirəm. Ümumi praktik həkim Jonathan Webster yaşdan asılı olaraq orqanizmin fərqli miqdarda suya ehtiyacı olduğunu ümumiyyətlə orqanizm həm də duyduğunu bildirir ki, hər bir orqanizm su qəbul etməlidir. Təbii ki, istinad edirəm ölkə.az. Həkimin sözlərinə görə 4-8 yaşlı uşaqlar üçün gündəlik su norması 1 litr 200 qramdır. Yeniyetmə oğlanlara 1,16, 1,19 litr, qızlara isə yəni 1 litr 600, 1 litr 900, qızlara isə təxminən 1 litr yarım su tövsiyə olunur. 60 yaşdan aşağı kişilər üçün gündəlik norma təxminən 2 litr, qadınlar üçün isə 1 litr, yenə deyirəm, yarım 1 litr 600-dir. Bəli, həkim vurğulayıb ki, bu göstəricilər orta hesabladır və fərdi norma, iqlim, fiziki aktivlik və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Onun sözlərinə görə su çatışmamazlığı, yorğunluq, baş ağrısı və diqqət azalması kimi problemlərə səbəb ola bilər. Xüsusilə uşaqlarda su balansına nəzarət vacibdir. Çünki su həzm ümumiyyətlə mədəyə də lazımdır. Bədən temperaturunun tənzimlənməsi və beyin inkişafına mühüm rol oynayır. Əzizlərim, biz bəzən deyirik suyu yeyirik, çay içirik. Demək, ən çox uşaqlara su lazımdır. Mütləq buna, bu qaydalara riayət etmək lazımdır.